Herkese salam, kanalıma xoş gəlmisiniz. Uzun müddətdir sizinlə video paylaşa bilmirdim. Bunun səbəbi isə hamının tutduğu bu viruslardan mən də tutmuşdum. Yeni ildən qabaq xəstə olmuşdum, amma hardasa bir 5 gün bundan öncə yəni sağaldım. Yəni bir 15 gün, 20 gün mən yəni bu xəstəlikdən əziyyət çəkdim. Çox pis bir virusdur. Sizlər də özünüzü qoruyun. Və gələk vloguma. Sizinlə əslində mən yeni ildə video paylaşacaqdım. Biz rayona getmişdik, orada yeni ili qeyd eləməyə. Nə qədər qeyd eləyə bildimsə bu xəstə halımla, amma sizin üçün yəni çox gözəl bir kontent yaradacaqdım, amma alınmadı. Çünki xəstə olduğum üçün heç bir şey çəkə bilmədim. Yeni ildən öncə bir neçə yerə getmişdim, onları çəkmişdim qısa-qısa. Onları da bu videoya əlavə edəcəm və burada yeni videolar da var. Həmçinin yeni ildən öncəki videolar da var. Yəni biraz qarışıq bir video olacaq, amma istəmədim o videoları siləm. Onları da bura əlavə etmək istədim. Aşağı hissədə tarixlərini yazacağam ki, hansı tarixlərdə çəkilib. Və gələk burada aldıqlarıma, bunları isə hardasa bir 3 gün bundan qabaq getmişdim. 1 manatlıq mağazadan aldıqlarımdır, ehtiyac duyduqlarımı almışam. Və sizinlə burada əslində səsli bir şəkildə bölüşmüşəm, amma istədim üzərinə belə sizin üçün ətraflı məlumat vermək istədim ki, niyə burada olmadığımı bildirmək istədim sizlərə də. Aldıqlarımın isə hər biri 1 manatdır. Üzərlik olsun, vakuumlu paketlər olsun, bu plastilin olsun. Bunu bu arada Yusif üçün almışdım, amma o çox da başa düşmədiyi üçün çox da oynada bilmədi. Deməli o vakuumlu paket mən adyal qoymaq üçün istifadə edirəm. Dostlar onun havasını alırsan və çox balaca bir hissə olur. Amma ki, yəni qışlıq paltarlarını da yığışdıranda onu əlavə etməyi düşünürəm. Məndə bir neçə dənə var. Birini də aldım. Ölçüsü də olduqca böyükdür. 60-ın 80 olmalı idi. Və bu qablar isə puding üçün aldım. Çoxdan da əslində belə bir qab axtarırdım. Bir də o arada göstərdiyim sırğa isə çox qəşəngdir. Həqiqətən də 1 manata, yəni olduqca yaxşıdır. Qaralıb qaralmamağını bilmirəm, amma ki bir dəfə istifadə etmişəm. Yəni qulaqda duruşu olsun. Yüngüldür, yəni çox rahat bir sırğadır. Ölçüsü olduqca böyükdür, amma çox rahatdır. Bu qablar isə gündəlik istifadə üçün almışam. Dərinliyi falan çox bəyəndim, biraz dərindir. Qızlar alışverişə getmişdik. Kiçik bazarlıq etdim, onu bölüşəm sizlə. Belə bir Yusuf üçün peçenye, bir də kaş aldım. Bunları açmışam. Magazində bunu da yedi. Yusuf onun üçün açdım. Bunu da evə gələr-gəlməz kaş elədim. Kaşası bitmişdi. Onun üçün bunları açıqdır. Kənara qoyum. Daha sonra belə bir şirin qablar aldım. Görün nə gözəldir. 6 dənə aldım. Bunun əslində belə bir mürəbbə üçün aldım mən. Amma bilmirəm başqa nə istifadə, nə üçün orada satılırdı. Ümumiyyətlə bilmirəm, amma mən mürəbbə üçün aldım. Bunlar əslində rəngbərəng idi, yəni tək bu rəng deyildi. Başqa rənglər də var idi, yəni tək bu rəng deyildi. Sadəcə mən istədim hamısı eyni rəng olsun və bu rəng xoşuma gəldi. Hamısını belə götürdüm, seçib. Qəşəngdir, şirindir, balaca. Sizi daha aşağı düşürtdüm ki, yaxşı görəsiniz. Belə bir qırmızı mərci. Belə bir şey aldım. Bunu birinci dəfə də alıram. Leço, bu səhv etmirəmsə salat üçün bir şeydir. Yəni çörəklə yemək üçün, çörəyin üzərinə çəkib dadına baxıb yoxlayacağam. Daha sonra sultan düyüsü. Mən hər zaman bu düyüdən alıram. Bu daha yaxşıdır. Belə bir düyü. Bu da buradan kesilib. Belə bir disk pambıq. Daha sonra belə bir atma çay aldım. Bəzən olur ki, insan axşamlar çay dəmləmək istəmirəm, yəni tək özüm içirəm və ya yoldaşım içir. Onda bu belə çaylar əlverişli olur. Daha
Sonra böyük çay, Azər çay yaxşıdır. Belə bir Ozmar şokoladları endirimdə idi. Biz bu fıstıqları çox xoşlayırıq. Buzlu fıstıq, ondan aldıq. Bir qreçka. Sonra Milka'nın bu şokoladda endirimdə idi. Bunun dadına baxmamışam. Milka'nın şokoladları dadlı olur, amma bunu heç yoxlamamışam. Yoxlayacağım. Böyle bir çubuq. Bunu ise yeni üçün bir şokolad var. Onu etmək üçün aldım. Üstünə bəzətdim. Daha sonra qara istiyor. Belə bir kakao. Və kekslər üçün vanil, bir də kabartma tozu, bir də kalpasa. İşte bu da bitti. Megastore'dan bir məhsul aldım. Çatışmayan bir şeyler. Bu ise Leziz Çerez'den almıştık. Biraz maşında kalmıştı. Yoldaşım indi getirdi. Böyle bir içili stol üçün dəsmal aldım. Əslində mən belə şeyləri mağazadan almıram. Artıq mağazinlərdən alıram, amma bu yaxşı idi keyfiyyəti. Mağazalarda olanlar xoşuma gəlmir. Adətən yaxşı olma materialları yaxşı idi, amma 2 ədədi 3 manat idi. Sonra mən hər zaman aldığım Milka şokoladı. Bu çox dadlı olur. Nutelladan da dadlıdır. Belə bir Oreo, bu da endirimdə idi. 1 manat neçəsi gətirdi. Daha sonra Yusif'in paraşok bitmişti. Bir paraşok aldım, bilmirəm necə deyib, balacasını aldım, yoxluyum. Yaxşı olsa davamlı alaram. Yəni ləkələri çıxartmaq üçün yox, prosta paraşoku bitmişdi. Mən Yusif ilə doğulandan Şastinyan paraşokdan istifadə edirəm. O bitdi, ona görə dəyişmək istədim ki, ondan almayayım deyə. Çünki bu yaxşı idi əslində, qoxusu falan yaxşı idi, amma dəyişmək istədim, başqa bir şey yoxlamaq istədim. Burada hamısı mor oldu. Daha sonra Leziz Çerez'dən bunu hər zaman görürdüm. Çox tərəfli idilər, içi belə qozdu. Bilmirəm, bu nədir? Qoz var amma içində. Bunu yoxlamaq üçün balacasını aldım. Biraz belə badam. Daha sonra büstər. Biraz da qoz. Bir də xurma. Bu çox iridir, qəşəngdir yəni. Kilosu 25 manat idi, ən yaxşısı bunlar idi. Bir də Yusif üçün keçi buynuzu aldım. Bunu yəni gördüm, belə kaşe falan qatırlar. Mən heç qatmamışam belə bir şeylər, doşabdır, nə bilim, keçi boynuzludur. Bunlardan istəyirəm istifadə edim. Tərəvəzləri isə biz heç vaxt mağazadan almırıq. Yəni marketlərdən, Bravodan, Megastore'dan falan almırıq. Tərəvəz olan mağazalardan alırıq həmişə. Hazırlaşıb evdən çıxdıq. Yusifi apardım. Biraz oyun yerlərində gəzdirmək istədim. Bütün günü evdə tək olur deyə, sıxılır deyə düşünürəm. Parka düşürdürəm, amma istəyirəm belə uşaqlarla o oyun yerlərində oynasın. Və gəldik Neftçilərdə yerləşən Fənləndə. Yusif isə bura çatanda yatdı. Mən də onun altında yerləşən Elsiyə girdim ki, biraz baxım. O müddətdə də Yusif dursun. Buranı bəyənirəm. Yusifi ikinci dəfədir bura gətirirəm. Birinci dəfə gələndə çox balaca idi, o qədər də başa düşmürdü. Amma indi tam yəni oynayırdı, xoşu gəlirdi.
Deməli qızlar, Elsidən Yusif üçün bu papağı aldım. Sizə də göstərdim orada. İçi belə qalındır, mexlidir. Mən yadınızdadırsa Temudan bir dəfə vurmuşdum papaq. Yəni mən onu belə gözləyirdim, boyun hissəsini. Amma o çox qısa belə gəlmişdi. Bu amma qəşəngdir, boynunu tutur. Bir də qulaqları var, şirindir, Yusifə də yaraşdı. Qiyməti isə 15 manat idi. 6 ay, 18 ay aralığında gedir. Daha sonra özüm üçün belə bir dəst götürdüm. Evdə geyinmək də olar, pijama kimi də istifadə etmək olar. Mən ev geyimi olaraq aldım. Materialı falan yəni xoşuma gəldi, yumuşaq idi. Bir də sadə rozvu koftadır. Qolludur. Bir də şalvarıdır. Və qızlar, Temudan və Trendyoldan bağlamalarım var idi. Onları Instagram üçün Reels çəkirdim. Sizin üçün də qıraqdan qoyub çəkdim. İlk bağlamamız Trendyoldandır. Yusif üçün sifariş etmişəm. D vitaminidir. Yusifdə olandan artıq ikincisinə keçdik. Birincisi də bu firma idi. Okean firmasıdır. Bunun vitaminləri yəni çox təriflənir. Adətən də D vitamini. Bizim həkimimiz də bunu məsləhət gördü. Mən də bunu aldım. Trendyolda daha uyğun olduğu üçün qiyməti bizdə apteklərdə daha bahadır. Bir də belə bir şalvar sifariş etmişdim Trendyoldan. Bunu da çox bəyənmişdim. Yorumlarda çox yaxşı idi və olduqca da yaxşı gəldi həqiqətən də. Biraz mənə uzun oldu, o da problem deyil. İndi onsuz dəbdədir, ayağın qatlayırlar. Bol paça şalvarların elə istifadə edəcəm. Yəni kəstirməyəcəm. Adətən kəstirirəm şalvarları. Daha sonra isə keçirik Temu bağlamalarıma. Temu bağlamam əslində biraz gec gəldi. Bunları çoxdan sifariş etmişdim. Belə bir avokado qoymaq üçün qabdır. Yusif üçün tez-tez aldığım üçün tez xarab olurdu deyə belə bir qab aldım. Belə bir Yusifə jilet aldım. Bu da əyninə biraz böyük oldu, amma çox qəşəngdir materialı. Bu isə su qabısı üçün pipetdir. Su qabısının pipetini Yusif dişləyib qopardı. Belə bir yastıq üzü aldım. Arxada gördüyünüz yastıqları götürəcəm deyə fərqli yastıq üzləri axtarırdım. Birini sifariş etdim, amma başqa da sifariş etmək istəyirəm. Daha sonra belə bir saxlama qabları aldım. Əslində məndə saxlama qabları çoxdur. Sadəcə bunlar çoxdan var, amma mən almamışdım, yerim yox idi deyə. Sonra dəzgahın üstündə olanları götürdüm və bunları dəzgahın üstünə qoymaq üçün aldım. Məncə çox qəşəng də görsənir. Digər bağlamanı açırıq. Burada isə belə bir kəmər çıxır. Korişnev rəngdə kəmər vurmuşdum. Çünki belə bir rəngdə sapaşki sifariş etmişdim. İndi onu da görəcəksiniz. Belə bir kartof kəsmək üçün və ya da kök kəsmək üçün bir alət. Daha sonra isə saç masajörü aldım. Bu da saç balaca iynələr var. İçində saçı qıcıqlandırır, yeni tüklər çıxması üçün. Belə bir alətlər əslində bir neçə dəfə almışam. Və bu ayaqqabıları çox bəyəndim. Həqiqətən də şəkildə görüb bəyənmişdim, amma tərəddüd edirdim ki, şəkildəki kimi gəlməz, amma olduqca qəşəng idi. Çox bəyəndim, yəni materialı falan, topuğu, burun hissəsində olan çıxıntılar falan hər biri çox yaxşı idi. Bu digər 3 dənə kofta isə vadalaska idi. Onları heç bəyənmədim. Materiallar çox pis idi. Onları qaytardım, geri çevirdim. Daha sonra isə belə bir pastel dəsti vurmuşdum Trendyoldan. Materialı, görünüşü falan çox əla idi, amma ki pasteli yox idi. Bilmirəm niyə belə qoymuşdular. Yəni orada yazılmamışdı da, vurğulamamışlar ki, yəni bu 3 parçadır da. Və mənə qalan buranı yığışdırmaqdır. Açanda kargolar çox sevinirəm, amma yığışdıranda biraz çətin olur. Amma bu kargoların içində ən çox sevdiyim bu ayaqqabılar oldu. Çox gözəldilər. Bu qabları da çox sevdim. Daha sonra belə bir kiçik karqom gəlmişdi. Onu da açdım.
Belə bir duz istiot qabı aldım. Daha sonra isə belə bir üçlü corab dəsti idi. Endirmə düşmüşdü. 2-3 manat arası idi. Mən də aldım. Videoda uzun görünürdü və materialı da qalın idi, amma çox nazik idi materialı. Çox da bəyənə bilmədim, amma evdə geyinib istifadə edəcəm. Əslində o güllərlə geyinmək üçün almışdım, uzundur deyə. Və bu duz istiot qabları isə bəyəndim bunları, amma nədənsə yəni bu alt hissədən duz gələn yerindən, yəni öz başından da, yəni bunu fırlatmamış axır duz. Bir də çox xırda etmir. Biraz iri edir duzu. Biraz onu sevmədim, amma daha geri çevirmədim, istifadə edərəm deyə düşündüm. Qonaqlarım gəlmişdi, bacımgil və qardaşımgil. Belə bir süfrə açdım. Sizinlə paylaşa bilmədim etdiklərimi, çünki onda xəstə idim. Dediyim kimi çox da çəkə bilmədim. Belə bir hədiyyə almışlar Yusif üçün, sağ olsunlar. Başqa bir hədiyyəsi də var idi. Onu Yusif açıb dağıtdığı üçün onu çəkə bilmədim. Kofta əyninə böyük oldu Yusifin. Gələn geyindirərəm inşallah. Bu maşınları isə hələ də əlindən yerə qoymur. Çox sevdi, oynadır hər birin. Daha sonra isə evdə oturmaq istəmədik. Bayram abu havalı olan bir məkana getmək istədik, biraz əylənək və bu məkana gəldik. Olduqca insan çox idi burada və maraqlı da keçdi. Çox da çəkiliş edə bilmədim, çünki musiqiyə görə YouTube-da belə çox da icazə verilmir mahnılara. Bir 3-5 saniyə ancaq qoya bilərəm. Arasında seni duymuyorum, sana çekilirim, bir kenara, üstün ortasında. Bravoya gəldik alış-veriş üçün. Burada belə qəşəng məhsullar var idi ki, endirmə düşmüşdü. Belə parıltılı idi. Yeni il üçün də uyğun ola bilər, sonrası üçün də istifadə etmək olar. Bir neçə qəşəng məhsullar var idi ki, hansı ki endirmə düşmüşdülər. Yusif isə biz marketə çatanda yatdı. Biz də onu maşında kreslosunda qoyduq, yatdı rahat. Biz getdik, alış-veriş etdik və mən burada kəndə görürəm ki, durub, amma yenidən yatdı. Evə gəldik, bunları bura yığdım, çünki Instagram üçün bir video çəkərdim. İndi isə yerləşdirmək istəyirəm və sizə aldıqlarımı göstərmək istəyirəm. Marketdə göstərmədim. Belə bir ağız yaxalayıcı. Belə bir şey aldım, ədviyyatlardır. Sınayacağım, bunu birinci dəfə də alıram. Daha sonra isə belə bir malako. Belə qapaqlı olanda rahat olur açmağı. Əslində çox vaxt skuşonunu alıram, amma bunu çox qapağına görə aldım. Həm də ki, bu dovşanlı olanlar dadlı olur. Daha sonra isə Yusif üçün belə bir bədən üçün gel aldım, bədən yumaq üçün. Bu firmanı da birinci dəfə də alıram. Görək necə olacaq. Daha sonra isə belə bir pizza üçün pendir. Bu Guada pendiri. Deyirlər ki, bu daha yaxşıdır pizzalar üçün. Keçən dəfə də bundan almışdım, yaxşı idi. Bu səfər də bir dəfəlik alıram, belə alıram balaca ki, bir dəfə istifadə edəndə bilirəm ki, bu qədər yetir. Belə bir meyvə qurusu aldım Yusif üçün. Çox balacadır ölçüsü. 2 manat neçəsə qəpik idi, yəni bahadır əslində, amma yoxlamaq üçün aldım, görüm necə olacaq. Daha sonra diş pastası, qalb yumaq üçün buqqa və mənim sevimli konfetim. Daha sonra isə belə bir konfet, bir də belə bir konfet. Bir də belə bir konfet götürdük. Bu belə içi karamellidir, səhv etmirəmsə.
Bunu yoxlamaq üçün götürdüm. Görüm necə olacaq. Burada isə Ankaranın qreçkası var. Bu isə ikisi, yəni bir dənəsi qiymətinə idi. Ona görə ikisini götürdüm. Bizdə qreçka çox sevilir. Yusuf üçün də çox tez-tez hazırlayıram. Həm də Ankaranınkiler yaxşı olur, təmiz olur. Amma başqa firmalar alanda içində daş falan çıxır. Daha sonra belə bir makaron, belə bir makaron. Bir ədəd belə bir su yoldaşımız üçün içməyə götürmüşdüm, amma içmədi. Bir də belə bir nahar üçün yağ götürürük. Bəzən olur ki, sulu yeməklərə də belə yağlar istifadə edirəm, yəni çərə yağı. Bəzən yox, çox vaxtlar isə zeytun yağı istifadə edirəm. Bu isə qızartmalar üçün götürdüm. Kırlangıçın yağı, hər zaman möcüzənin yağını alıram. Bu səfər kırlangıç götürdüm. Daha sonra belə bir mətbəx üçün salfet. Dörtlüdür. Yusuf üçün belə bir pampres. Predo, son vaxtlar predo istifadə edirəm. Çox sevirəm bunu. Daha sonra isə belə bir tualet kağızı götürdüm. Bunun içində 32 ədəddir və qiyməti 13 manat neçəsə qəpik idi. Yəni çox uyğun idi. Daha sonra belə bir balqabaq götürdüm. Bu isə çovundurdu. Yusuf'in yeməklərinə qatmaq üçün götürdüm onu da. Belə bir pomidor. Bu isə sosiska manqal üstü. Bu qədər aldıqlarımız. Qızlar, Faberlik məhsullarım gəlib. Bunları istədiyiniz üçün çəkəm. Belə bir təzə çıxan bir məhsuldur. Qaş üçün geldi. Bunu sifariş etmişdilər. Onun üçün açıb yoxlaya bilmirəm. Amma çox tərəfləyiblər. Görək necə olacaq. Bu isə hər zaman alınan tuşdur. Bunu ən məşhur tuşlarındandır. Faberlikin ən ucuz amma ən yaxşı tuşlarından belə deyim. Bundan neçə də adam da məndən alır. Hamı da çox tərifləyir. Özümdə də var. Çox yaxşıdır. Qiymətinə görə yəni çox əladır. 2 manat neçəsə qəpikdir. Bu isə ətirdi belə bir. Bunu birinci dəfə də alırdım. Özüm üçün aldım. Şirin qoxusu var, amma çox belə boğucu şirin deyil. Ağır bir şirin qoxu deyil. Çox yüngüldür. Yəni gündəlik üçün istifadəyə çox uyğundur. Yaxşıdır, iyisi, xoşladım, istifadə edəcəm. Daha sonra belə bir gigiyenik bir məhsul. Bu isə yeni çıxan seriyadandır. Yağ çözücüdür bunlar. Bunların yəni videolarını görmüşdüm. Çox yaxşı təmizlik. Yəni yüngül bir yağ çözücü deyil də. Ağır bir yağ çözücüdür. Və 2 dənə sifariş etmişdilər. Bunlar 4'ü sifarişdir. Bunların ikisini isə özüm üçün almışam. Bunlar da onların başlıqlarıdır. Üzərində qoyurlar. Bu qədər aldıqlarım. Və belə bir kofta almışdım Sarinadan. İstədim bunu da sizinlə bölüşüm burada. Belə barmağa keçən sadə bir koftadır. Korejnevi renkdə. Videonu burada sonlandırmaq istəyirəm. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bundan sonra isə videolar daha çox çəkib, daha tez-tez atmağı düşünürəm və Instagramda məni takip etmirsinizsə, oradan da takip etməyi unutmayın. Hatta Instagram adresi qeyd edəcəm, çünki Instagramda daha aktivəm və daha sürətli bir şəkildə paylaşıram. Hər bir şeyin linki olsun, mağazaları olsun. Hər ikisindən takip etməyi unutmayın. Hələlik.